Qəhvə qəbulunun qrafikini yadda saxlayın. Təxminən səhər saat 8-9 arası orqanizmdə oyanıqlıq hormonunun, yəni kortizolun səviyyəsi maksimum olur. Bu vaxt içilən qəhvə məhz kortizolun təsiri səbəbindən bizim təbii enerjimizin effektivliyini azalda və zamanla kofeinə tolerantlığı artıra bilər. Yeri gəlmişkən, kortizol həmişə stres hormonu deyil. Səhərlər o həqiqətən də oyanıqlıq hormonu rolunu oynayır. Araşdırmalar göstərir ki, qəhvə üçün ən optimal vaxt səhər 10-12 arasıdır. Bu dövrdə kortizol səviyyəsi təbii şəkildə enməyə başlayır. 12-13 arasında kortizolda kiçik bir yüksəliş müşahidə olunur və bu vaxt qəhvədən imtina etmək daha məqsədə uyğundur. Amma 13:30-15:00 aralığında özünüzü bir fincan qəhvə ilə sevindirə bilərsiniz. Əlbəttə ki, təzə dəmlənmiş və təbii qəhvə olmalıdır. 15:00-dan sonra kofein qəbulu isə hətta 6 saat keçsə belə yuxunu mütləq bozacaq.